Son zamanlar sosial media paylaşımlarında insan qanı, saçı və məzardan götürülən torpaqdan hazırlanan aksesuarlar, təsbehlər dəb halını alıb. Belə ki, müştəri öz saçını və ya qanını təqdim edərək ondan sevdiyi şəxs üçün xüsusi aksesuar hazırlanmasını istəyir. Rəylərdən də belə hədiyyələrə kifayət qədər maraq göstərildiyi görünür. Bu isə cəmiyyətdə bir mənalı qarşılanmır. Bu cür hədiyyələr tibbi baxımdan təhlükəsizdirmi? Dini nöqteyi nəzərdən bəs buna necə yanaşılır? Məsələlər xarici təsirlərin nəticəsində yaranmış satanizmin, şeytanpərəstliyin və cadugərliyin elementlərinin özündə ehtiva edir. Bu məsələlər heç vaxt insana xoşbəxtlik gətirə bilməz və heç kimə öz sevgi, məhəbbətinin, sədaqətinin isbatı kimi qəbul oluna bilməz. Bu məsələlər tamamilə yanlış məsələlərdir. Bu qətiyyətlə dinimizin əleyhinə olan bir məsələdir. Dində insanın öz əzalarını, öz orqanlarını bu cür işlərdə məsrəf etməsi, belə məsələlərə vasitə qərar verməsi qətiyyətlə qəbul olunmur. Görünən odur ki, fərqlilik axtarışı və emosional bağlılıq istəyi insanlarda qeyri-adi hədiyyələrə maraq yaradır. Lakin hər trendə qoşulmazdan əvvəl onun məfhumi və tibbi nəticələrini düşünmək vacibdir. Bəs siz sevdiyiniz insana belə bir hədiyyə seçərdinizmi?